Доброе утро, народы мира. Доброе утро, планета, земной шар, человечество, природа, всех живых. 21 октябрь 2025 год, вторник. Всем желаю доброго вторника. Красоту, мирное небо над вами. Счастья, здоровья, будьте храним Богом. Все любящие, чистодушные люди, заблюдающие, обманутые сатаной, возвращайтесь в истинный путь. Аминь. 21 Oktyabr 2025 ildi. Haftanın ikinci günüdü. Horuzum hamınıza sabahınız hayır dedi. Bütün dünya insanlığı, Allah hamınızın üstünüze yar olsun. Şeytana aldanmışları, şeytana uyanları, muharebe teşkil edenleri, insanların ölümüne, helakına sebepkar olanları, şeytana satılmış, şeytana kulluk edenleri ıslah eylesin, doğru yola kaytarsın. Amin. Sabahlarınız hayır olsun. Amin. Աշխարհ ժողովուրդ, երկրագունդ մոլորակի մարդկություն, Աստված պահի պաշտպանի բոլորի ձեր ընտանիքը, ձեր հայրենիքը, ձեր երեխաները, սատանային ծախված, սատանային ճանապարհով ապրող շեղվածները, խաբվածները, պատերազմ ստեղծողները, մարդասպանություն ստեղծողները, դավաճանները, Աստված ուղիղ ճանապարհ վերադարձնի։ Ամին։ Սատանային ծախվածներից հեռու մնացեք, դավաճաններից հեռու մնացեք։ Աշխարհի Տերը, մեր կյանքի Տերը, բոլորի Տերը Աստվածն է, նրանից ուժեղը չկա։ Ամենահզորը, ամենաուժեղը, ամենամեծը, ամենակադիրը, Մալիքը նա է։ Խաղաղություն սիրեցեք, եղբայրություն, հարևանություն, բարեկամություն սիրեցեք։ Երկրագնդի մոլորակում մի անգամ եք ապրում։ 1000 տարի չեք ապրելու, մարդկություն, խաղաղությունը սիրեցեք։ Շաբաթի երկրորդ օրն է 21 հոկտեմբեր 2025 թիվն է։ Բարի լույս լինի, բարի առավոտներ, օրեր լինի ձեզ բոլորիդ։ Ամին, ամին, ամին։ Մտածեք տատիկի ալիքը, սխմեցեք լայքի կոճակը, շնորհակալություն լինի։ Ամին, ամին, ամին։ Good morning, Pulpus world. Good morning, world. Good morning, my friends woman. Good morning, my friends man. Good morning, my family. Welcome, please, my channel. Amen. Thank you. Thank you, God. Thank you, God. Thank you, God. Amen. 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 Яркое солнце сегодня. Кеше güneşti. Arebotoре.
Деревья развиваются уже. А этот сувенир, вот головка, собачья головку, я купила в честь моего погибшего Зидана. Цвет, окраска вот такой был. Еще раз доброе утро, друзья народа мира, знакомые, незнакомые. Благодарю, кто заходит, смотрит мои ролики, дневники. Я все эти ролики снимаю на память. Когда я покину этот мир, будете смотреть, вспоминать. Молодые будут вспоминать, что была такая бабуля, певица, артистка на пенсии. С хорошей душой будете вспоминать, смотреть. Вам тоже, каждому желаю долгие годы жизни. А вот эти броши я купила в Азербайджане, в Агдаме, где мы жили, где я работала в театре, Государственном театре имени Аквердьева. У нас был хороший театр, сильный коллектив был, очень талантливые артисты были. Я в этом театре 103-105 ролей играла. Благодаря Лебедя документы, программы, театральные программы, спектакли, где отмечена моя фамилия, мое имя, спасли. А вот эти вот броши я купила, мы в центре жили, в городе. Хороший город был. У нас рядом, около дома, был трехэтажный универмаг, промышленные товары. Я там купила. Когда я одеваю, мысленно захожу в мой дом, гуляю в этом магазине. Царство небесное, генерала Лебедя Александра, который был там комендантом конфликта, чтобы спасти там армян, другие люди. Он помог мне спасти документы там. Я член театральных деятелей Азербайджана и член театра театральных деятелей России.
Посылаю привет нашим российским управлению театральных деятелей. Благодарю, спасибо говорю. Обои удостоверения у меня дома. Я в 2 фильмах, российских фильмах, снималась в эпизодах в 91-м, 94-м году. Мой сын тоже. Он призван в армию как актера. Мой сын с 5 лет в нашем театре играл детские роли, потом подростковые роли, потом, когда уже он был 14-15 лет, его вспомогательный коллектив приняли как актера. А 18 лет уже он был профессиональным актером, играл в маленьких ролях и призван в армию, Советской Красной Армии. И вот, когда вот эти броши одеваю, я мысленно захожу в город Агдам, в мой дом. За городом Агдама на берегу реки Каргар большая река была. Эта река текла из Шушинских гор, Лачинских гор к южные города Агдама. У меня был хороший сад на берегу, загородный, деревянный домик был у меня, я купила из России, привезли. Дачный домик, однокомнатный, балконом, кухней. Душа болит, а? Рядом река. Между магистралом, который из Агдама в Степанакерт ехал, в Ханкянде, сейчас как называют они, прямо рядом реки. Этот участок мне подарила администрация, потому что я, кроме театра, на полставки еще руководила, была главным инспектором Красного полумесяца Красного Креста Агдамского района. 13 лет я работала. Главный врач Красного Креста Красного полумесяца Агдама, доктор Бадрадин Салимов, был парализован, больной. Из-за моей умелости я люблю работать, я люблю доказать, что я что-то могу делать. Поэтому мне руководство Агдама, партии, исполком, мне назначили главным инспектором. У меня было 2 медсестры, патронажные медсестры, которые помогали одиноким, больным семьям. У меня был около 200 команды первой помощи в колхозах, в школах, в организациях. У меня был, я создала эту команду. Ой, Господи, долой национализм, проклятый национализм. Будьте прокляты, националисты. Мужчина, женщина, кто националист, кто мутит воду, разрушает дружбу народов, разрушает жизнь человечества. Вы будете судим будете судим Bogum. Amin. Milletçi kafirler, milletçiler, şeytana satılmışlar, insanların hayatını körleyenler. Yeriniz
Cehennemde hazırdır. Allah sizi bağışlamayacak. Bağışlamayacak sizi. Ona inanın. İnanın. Yeryüzündeki ahırıncı gününüzde, ahırıncı dəqiqənizdeki Allah sizi cehenneme aparacak. Canınızı tapşırabilmeyeceksiniz. Dünyaya çətinliklə, əziyyətlə sağollaşacaksınız. Hirslənirəm. Ağdamdakı o 5 nəfər vicdansızlar yadıma düşür. Vicdansızların hesabına doğma vətəndən, sevdiyim qonşularımdan, qonşulu insanlardan uzaq düşdük. Bu hamısını bax, 3 mərtəbə Ağdamda 3 mərtəbə univermaqdan almışam. Şəhərin mərkəzində yaşayırdıq, teatrımızın böyründə. Teatrın Həmkarlar İttifaqının sədri idim. Teatrımızda elə bil ikinci müdir idim. Çünki uşaqlıqdan sevirəm. Nəysə istəyirəm ki, adamlar mənə inansın ki, mən bacarıqlıyam. O xəsiyyət məndə elə oğlan kimi olmuşam. Cinsiyyatım qadın cinsiyyatıyam, bir qadınam. Amma xəsiyyətim kişi kimidir. O deyirlər, başın girməyən yerə bədənini soxursan, nə belə bir məsəl var. Ağdam əhlisi, Ağdam rəhbərliyi, bütün orqanlar məni sevirdi. Hörmət edirdilər çox. Çünki həm də Ağdamın tərcüməçisi idim. Daxili işlərdə, məhkəmədə, prokuraturada, təhlükəsizlik təşkilatında yüzlərlə cinayət işləri tərcümə eləmişəm. Məhkəmədə kömək eləmişəm, cinayət işi açılıb. Allah elə, nə bilim, orta boyluyam, amma indi biraz balacalaşmışam yaşıma görə. Amma Allah mənə bacarıq verib, qurban olum Allahın varlığına. Bakıdan institutdan Gəncəyə göndərilmişdim. Mən ticarəti bitirmişəm. Bakının Xalq Təsərrüfatı Universitetinin ərzaq malları şöbəsini bitirmişəm. Orada bizim idman müəllimimiz var idi, Abid müəllim, yadımdan çıxmır. Bizi Leytenant Şimit zavoduna aparırdı, orada üzməyi bizə öyrədirdi. Mən orada baseynada, zavodun böyük baseynası var idi. Belimə remen, kəmər bağlayırdılar, atırdılar suya. Abid müəllim yadıma qalıb. Əmtəşünaslığın müəllimi Raya müəllimə var idi. Dilarə müəllimə var idi. Səhv eləmirəmsə Dilarə idi. Görün neçə illər keçib. Raya müəllimə Yahudi qızı idi, Yevreyka idi. Qırmızı diplomla bitirmişəm. Gəncəyə göndərdilər. Gəncədə bir böyük universamın baş satıcısını qoydular məni. Çünki əla qutarmışsın. Qırmızı diplomla idim. O saat məni müdir müavini qoydular. Baş satıcı adlanır. Orada bir saxta pul düzəldən dəstəni ifşa elədim. Bir kadın gəldi dükana. Mən də şöbələri gəzdirdim. Kadın pulu mənə verdi. Pulun üstündə milkəklərin zibili vardı. Milkək belə interesant. Dedim, ay bacı, bu nə puldur belə verirsən? Hamısı çirklidir belə. İnkasator götürməyəcək. Neysə, dedi ki, ayrı pulum yoxdur. Dedim, harada yaşayırsınız? Dedi ki, Armistroyun yanında Xutorda yaşayırıq. Dedim, pulu götür, mən səni taparam, sonra gətirərsən. Çörək alırdı. O satıcı, çörək satan satıcı, çörək şöbəsinin satıcısı ayaq yoluna getmişdi, izin almışdı. Mən onun üçün durmuşdum orada. Neysə, mən o dəstəni ifşa elədim.
Kadının axı artıq bilirdim harda yaşayır. Nəysə ifşa elədim. Dəli Məmmədlidən, demə Dəli Məmmədlidilər bu qadın da Gəncədə gəliblər. Orada yaşayırlar xutorda. Şəhər kənarı xutorda. Böyrüdür, Ali Misroyun paçolkadır da, şəhərin içidir, amma kənarıdır. Nəysə o ifşa elədim, mənə möhkəm təriflər verdilər, qramata verdilər, amma pulla yazmışlar. Amma pulumu ya bizim müdir idi, premiya verdilər mənə. Nəysə deməyim odur ki, bunu nəyə görə danışdım? Nəysə bacarıqlıyam. Sevirəm, işləməyi sevirəm. Ona görə də Ağdamda da mənim işimə görə, bacarığıma görə teatrımızda tamaşalar, qastrollar təşkil eləyirdim. Nəysə, qurban olum Allahın varlığına. Allah hamınızı xoşbəxt eləsin. Nəsə mərdümazaram, 5 nəfər bir paxıllıq elədilər mənə. Əqdəsi təmiz olmayan, ayağı əyri olan 5 nəfər. Başqa roliklərim də var. Roliklərimə baxsanız, biləcəksiniz. Nəysə mərdümazarçılıq eləməyin. Allah hamınızı qorusun, balalarınızı qorusun, uşaqlarınızı qorusun, vicdanınızı qorusun, vicdanınızı kirlətməyin. Bir dənə kimi. Mən uşaqlıqdan qeybət sevmirəm. Başqa insanlar haqqında evimizə qeybət eləmək, kiminsə həyatına qarışmaq, maraqlamaq sevmirəm. Mənim oğlum da artıq ağsaqqal kişidir. Bizdə başqa adamlara paxıllıq, xəbislik, evimizdə başqaları haqqında danışmaq yoxdur. O ən böyük günahdır. İnsanlar haqqında qeybət eləməyin. Cavab verəcəksiniz, ay insanlar, hamımız cavab verəcəyik. Mənim bir səhvim var, bir böyükcə səhvim var, hirslənirəm. Qeybət eləyənlərdən inciyirəm. Bəzən küsürəm, danışmaq istəmirəm. Çünki işləri, peşələri başqa adamlar haqqında qeybət eləməkdir. Öz dərslərini, sərlərini yaddan çıxardıb eləməyin, ən böyük günah odur. Günahım odur ki, mən hirslənirəm. Əsəbiyəm. Nə mənada? Əsəbiyəm, insanın laftan sözünü deyirəm ki, sən səhv eləyirsən, mən duracam, mənim də qeybətimi eləyəcəksən. Nəysə. İndi elə istəyərdim ki, başqa roliklərimdə, mahnılarımda yazmışam. Rusiyada 1995-ci ilin fevralından iş yerimdə zarıxırdım. Nəysə başladım. Niyaməddin Musayevin birinci yadınızda qalıbsa, birinci mahnısı var idi, onunla məşhurlaşdı. Bunu başladım zümzümə eləməyə. Qeybimdən fikrimə biraz da vergiliyəm mənə. Yuxuda da, əgər mən bir yerə getməliyəmsə, Allah Teala yuxuda mənə deyir. Məlikələrim məni xilas eləyib Ağdamda. Allah'a qurban olum, Allahın möcüzəsi böyükdür. O görür, o hər kəsin ürəyini oxuyur, bilir. Nəysə, fikrimdən elə bil kinimdəki məlikələr mənə dedilər ki, sən artistsən, oxuyansan, xanəndəsən. Mən cavanlıqdan oxuyuram, səsim var idi. Nəysə, sən də yazarsan. O saat beynimə bir musiqi gəldi, sözləri gəldi. Şeirimi mən Ağdamda da, qəzetdə də yazırdım. Gəncənin kommunistində də şeirlərim çıxırdı. Nəysə, söz, musiqi qəfildən elə bir ki, əzbərləmişəm. Bir gözəl musiqi çıxdı, mahnım çıxdı, yazmışam. Heyf ki, vətəndə deyiləm. Özüm zümzümə eləyirəm, yazıram, zümzümə eləyirəm rolikimdə. Kimsə bir xanəndələrə, bir 25-ə yaxın mahnım var, amma 7-si elə gözəldir, doğrudan da bir sənət adamı kimi. Mən musiqi məktəbi qurtarmamışam, do, re, mi, fa, sol, la, si, heç bilmirəm. Amma bir profesional sənət adamı kimi öz 23-25-ə yaxındır mahnılarım, dəftərlərimə yazıram. Sonra maqnitofona da
öz səsimlə oxumuşam. 95-ci ildən maqnitofona yazmışam. Orada səsim də yerindədir. Babatdır orada. Hə. Amma heyf ki, vətəndə deyiləm. Burada cibimdə qalıb. Çalgı alətlərlə, orkestrlə onu aranjirovka eləyib. Oxusalar aləmə, vətənə səs salacaq. Məspərinin adına, səsinə uyğun, Elnar Abdullayevanın, o cavan Vətənət Əsədovanın, Tovuzlu Şəbnəmin, onların səsinə uyğun elə gözəl mahnılarım var ki, kişi xanəndələri üçün də qəşəng oynaq mahnılarım var, toy üçün, toy rəqsi üçün bir mahnı var. Ondan sonra başladım musiqi öz-özünə. Bu gecə də nəsə fikrimə bir musiqi gəldi. Amma yadımdan çıxdı. Nəsə deməyim odur ki, Allah mərduma zararı bağışlamayacaq. Deməyim odur ki, bax, qeybət sevən deyiləm. Başqa insan haqqında şərbətdən atmaram, əstəğfurullah. Mən Allahdan qorxuram, Allahdan başqa heç nəyə inanmıram. O 5 nəfər satqına qədər hörmət eləmişəm. Bax, adlarını çəkdiyim 5 nəfər, onlara əl uzatmışam, onlara kömək eləmişəm. Onların zibillərini örtbasdır eləmişəm, amma özlərinə demişəm ki, səhv eləyirsiniz, günah eləyirsiniz, eləməyin, ailə dağıtmayın, sənin ailən var, başqasına əl uzadırsan, bilirsiniz nə deyirəm də, söz altı mənanı başa düşün, qadına deyirdin, ay, neysə, danışmıram. Allah görübdür, cəzaların bəziləri çəkib, bəziləri yox, 5 nəfər hamısı əziyyət çəkib, yaradan başlarına qapaz vurub, amma o dünyada da görüşəcəyik, Allahın məhkəməsinin qabağına çıxacağıq. Neysə, 21-i bir gün yaxşı gündür, rəqəm də 2-1-3-dür də, 21-3 eləyir. Allahın o gözəl təyin elədiyi rəqəmlərdəndir, 7-dir, 3-dür, 9-dur, 5-dir. Həftənin cuma günü də müqəddəs sayılır. Şənbə günü ölənlərin ruhuna Fatihə, dua oxumaq günüdür. Bugün çox yaxşı gündür. Mənim ən sevdiyim gün tək günüdür. Cuma günüdür, bazar günüdür. Çərşənbə axşamıdır. Uğurlu günlərdir. Nəsə, ömrünüz uğurlu, xeyirli olsun. Xoşbaxt olun, ailənizlə, təmiz ürəklə yaşayın. Müharibə tərəfdarı olmayın. Başqa millətin ölümünə, başqa insanların ölümünə sevinməyin. Biz də gedəcəyik o dünyaya. Heç kim müqəddəs deyil. Ey insanlar, yaşayın da, nə istəyirsiniz? Allah rızanızı verir, yuvanızı verir. Hər kəs öz bildiyi kimi dolandırır. Niyə pisliklər eləyirsiniz? Niyə? Eləməyin. Onu deyirdim, yadımdan çıxdı. 4 dildə danışıram, 4 dildə təmiz danışıram. Savadlı, yazıram, pozuram, danışıram. Ağdamda tərcüməçi idim də, onu deyirdim. Başqa fikrim başqa yerə yönəldi. Ona görə o 5 nəfər mənə böhtan atdılar, şər atdılar ki, ən çox Fəxrəddin Hacıyev, hansı ki, erməni ailəsində doğulub, Gəncənin Daşkəsənində, yaxınlarında doğulub, nəysə uşaq evinə qoyublar. 5 yaşında Ağdamlı, Azərbaycanlı Zarısı Hacıyev onu gedib, uşaqları olmurdu. Mən onu qonşu dedi sonra. Gəncədən gedib uşaq götürməyə. Babat gözə gəlimli gədədir. Gədə deyirəm çünki o kişi deyil. O gədədir ki, gədəlik elədi mənə qarşı. Mənə bacı deyirdi, sonra gədəlik elədi. Nəysə gedib Gəncənin uşaq evindən götürürlər 5 yaşında. Gətirib Zarısı Hacıyev saxlayıblar, böyüdüblər. Onların ismini, soyadını götürüb saxlayıb da. Bir uşaq kimi bunun günahı yoxdur ki, hansı alçaq valideyni
Belki atasız oğlum. Onu Allah bilir, o sirdir. Ben onları bilmirəm. Neyse, Hacıyev, Zarısı Hacıyevin, Ağdamın Zarısı Hacıyevin hesabına böyüyüb, oğlu yaşayıb. Sonra Tarçalan idi. Sonra geldi axırıncı illərdə bir 4 il bizlə teatrda administrator işlədi. Mənə bacı deyirdi, böyük hörmət eləyirdi. Qəfildən bu mənə bu vicdansız şər atdı ki, güya mən hansısa bir avariya məsələsi var idi. Ağdamın Qarakəndin bir şoförü adam vurmuşdu. Məni məhkəməyə çatdırırlar. Erməni kəndidir o. Qarakənd. Ermənilər yaşayır. Neyse, getdim məhkəməyə. Məni eşidən tanış elədilər. Dedim ki, məşqim var, gedim teatra. İcazə alım, gələcəm. Getdim teatra. Girdim ki, məşqə girəcəm. Neyse, sonra mənə dedilər ki, səni içiyoza çağırırlar. Çıxdım, gördüm, bu həmən o məhkəmədən məni tanış elədi. Məhkəmənin Burcayev idi. Məhkəmənin sədri də Burcayev idi. Ramazan Burcayev. Dedi ki, bacı səni çağırırlar. Məni göndərdilər. Bu momentdə mən bununla erməni dilində danışdım. Dedim ki, mənim məşqim var. Saat bir yarım saat gözləsinlər, ayrı imkanım yoxdur. İcazə alım, gələcəm. Elə mən bununla danışanda bu vicdansız Fəxrəddin çölə çıxdı, gördü ki, mən danışıram. Mənim haqqımda iclas elədi ki, həmən o Pərkaşi vaxtı idi. Az qalmışdı ki, artıq o söhbətlər gedirdi. Erməni, Azərbaycan, Dağlıq Qarabağ məsələsi, mitinqlər gedirdi. Bu vicdansız məni görər, bununla danışanda. Getdim, məhkəmə bitdi. Neysə, iclas elədi ki, mən erməniyə kömək eləyirdim, erməniyə nəsə xəbər verirdim. Gör, belə alçaqlıq elədi mənə qarşı, erməni dıqası. Kökü uzası, qanı erməni ola. Alçaqlıq elədi. Amma Allah cəzalandırdı, onu cəzalandırdı ki, Ağdamdakı, indi Şuşanın Bülbül Muzeyinin, Bülbülün rəhmətli xalq artisti, SSR xalq artisti Bülbülün ev muzeyinin direktorudur. Ay Fəxrəddin, ay Fəxrəddin, sənin yerin cəhənnəmdədir. Alçaq. Mən satqınlıq eləmərəm, mən oğraş deyiləm. Azərbaycan mənim vətənimdir. Məni oxudub, mənə oğul verib, mənə sənət verib, bacarıq verib. Bütün Ağdam ailəsi məni sevirdi, mənə hörmət edirdi. Sən bilirsən. Bilirsən ki, bu dilimdən çıxan, ağzımdan çıxan sözlər yalan deyil. Bilirsən, sən mənim hörmətimi bilirsən, gücümü bilmirsən. Ağdamdakı sayılan adamlardan biri olmuşam. Qadın olsam da hamı mənə hörmət eləyirdi, ay vicdansızlar. Avtobazanın müdirinə zəng eləyirdim. Maşınlarımızı pulsuz benzin doldururdu, avtobuslarımızı. Elə hörmətim var idi. Hamı mənə bacı deyirdi, xanım deyirdi. Mənim oğlumu əskəriyə göndərəndə Ağdam kəndin bölündə, yolun qırağında kababxana var idi. Orada mən oğlumun əskərik yola salmağını təşkil elədim. Bütün Ağdamdakı rəhbərlərdən, daxili işlərdən də, raykondan da adamlar var idi. Oturmuşdular, Ay vicdansızlar. Mən elə alçaq olsaydım, satqın olsaydım, mənə elə hörmət eləyərdilər, bacı deyərdilər. Ətrafım hamısı kişi xaylağı idi. O dünyada görüşəcəyik. Sən canını verəndə Fəxrəddin Hacıyev, Hacıyan, sən canını verəndə özün bilirsən ki, bu dediklərim hamısı düzdür. Hacıyev, bu rolikimdən sənə xəbər göndərirəm. Haqqım sənə haram olsun. Sənin aşnan, ailəni yaddan çıxardıb, qadınını, uşağını yaddan çıxardıb. O Sabirin
Evdağıdan Cəmiləninlə yaxınlaşsın təzdən. Sabiri atdı səninlə birləşdi. Alçaqlarsınız hə? Nazir Hüsəmov Şərifovun sevgilisi Simuzar Namazova ilə gəlib gedirdi hələ qonşuluqda. Mən bunlara 12 dənə ev aldım teatra. Mərkəzi komitəyə getdim. 12 dənə ev aldım. Axırıncı illər idi. Yılmar Qasımov, Aydın Kuliyev. Mən mərkəzi komitəyə gedib gücümü göstərdim. Nə mənada ki, ev aldım. Artistlər yataqxanada qalırdıq. Biabırçı vəziyyətdə. Şəhərin fontanından su götürürdük. Azlığa mənə bir otaqlı verdilər. 12 dənə ev aldım. Bir otaqlı, bir dənə 2 otaqlı var idi. Onu da bir ikiz uşaqlı bir oğlan var idi. Mənlə Musavi küçəsində. Mən birinci mərtəbədə mənə bir otaq verdilər. Şükür Allaha gənə. Amma fəxr edirdim ki, mən artistlərə, teatruma kömək elədim. Mərkəzi komitəyə getmişdim. Mərkəzi komitənin katibəsi Svetlana var idi. Familiyası yadımdan çıxıb yəqin də. O orada işləyirdi. Neysə, orada mərkəzi komitədə oldum. Vəziyyəti göstərdim, elədim, neysə. 2 ay keçmədi. 12 dənə mənzil verdilər. Fəxrəddin, sən bilirsən ki, bunları hamısını mən eləmişəm. Amma biz ev alanda hələ sən yox idin, hələ sən istəmirdin. 85-86-cı illərdə sən gəldin teatrımıza. Ay vicdansız, haqqım sənə haram olsun. Sənin aşınan Cəmiliyə haram olsun. Sumqayıtdan qovulan, Ermənistanın Azərbaycan teatrından qovulan Cəmiliyəyə, Ağdamdan da qovmaq istəyirdilər. Məmməd Əmirova xahiş elədim. Çünki mənlə sirrini bölüşürdü bu Cəmilə, İfritə. Hə, görün, o dünyada görüşəcəyik. Sən bilirsən ki, dediklərim hamısı düzdür. Neysə, bunları taxsın, bunların hesabına təzdən Ağdama getdim. İndi Ağdamda gəzirəm. Səni də Şuşaya xəbər göndərirəm. Neysə. Kanalıma daxil olun. Parmağınızı like-a basın. Nənənin söhbətlərinə qulaq asın. Hə. Mən qeybət sevmirəm, amma bax, bu 3-cü, 4-cü rolikimdir. Nəsə Ağdam yadıma düşəndə, bu vicdansız, bax, bu pozğunlar, onu deyirəm ki, pozğunlar. 5-i də pozğunun təkidir. 5-i də. 5-i də pozğunun təkidir. Eyvaz Əliyev, Cəmilə Məmmədova, Nazir Hüsəmov, Fəxrəddin Hacıyev. Bir dənə də o Qarvəndin bir müəllimi hardan gəlib girdi, soxsub 5 oldular bunlar. Eyvaz Əliyevin anoniminə qol çəkməmişdim. Məmməd yazıq, Allah rəhmət eləsin, teatrımızın müdiri Ağsaqqal kişi idi. Məmməd Əmirov haqqında anonimka yazdılar. Qulu İbrahimovla gəldilər. Bizim partkomumuz idi Qulu. Laçından idi, işləyirdi bizdə. Əlbaramında işləyiblər, sonra gəldi bizdə işləyirdi. Bunların anamı gəldilər evə ki, qol çək, sənin sözün keçəndi. Məmməd Əmirovu çıxartmaq istəyirik. Nə vicdansız alçaq adamlardır. Gənə yadıma düşdü, əsəbləşdim. Bunları bir ağır söz dedim bunlara. Rədd elədim. Dedim, mən uğraş deyiləm, alçaqlıq eləmərəm. Mənim Məmməd Əmirov, Heydər Şəmzadə bu teatra, Mingəçevir teatrından alıb gətiriblər. Neysə, onların anoniminə qol çəkmədim. Onların zibilini iclasda açdım ki, anonim şəxslər sübut elədim. Ondan sonra Eyvaz Əliyev mənə düşman oldu. Ay alçaq Eyvaz, sən kimizdin? Neysə, haqqım haram olsun sizə. Haqqım sizə haram olsun. Canınızı tapşıranda mən axtaracaqsınız. Amma 1000 kilometrlərlə uzaqdayam. Ya da mən də o dünyada olacağım. Ömrümüzü sizin də, mənim də ömrümü Allah yazıb. Axırıncı günümüzü təkcə Allah bilir, mələkələrimiz bilir.
o dünyada görüşəcəyik, amma o dünyada mütləq görüşəcəyik. Allahın məhkəməsinin qabağında, Allahın prokurorunun qabağında, Əzrailin qabağında. Görün, yadınızda saxlayın. Nəysə, 21 oktyabr 2025-ci ildir. Həftənin ikinci günüdür. Allah hamınızı qorusun, şeytana uyanları, xəbisləri, mərdimazları, şərbətdən atanları islah eləsin, doğru yola qaytarsın. Amin, amin, amin. Подпишитесь, поделите мой канал, Бабулий канал с этим пальцем. Будьте храни Богом, ваши семьи, каждый человек, каждое растение, каждое живое. Благодарю, спасибо говорю. Кто зайдет, будет смотреть. Amin, amin, amin. Əziz həmvətənlər, Ağdamlılar, Azərbaycanda yaşayanlar. Bax bu Heydər, Allah rəhmət eləsin, Heydər Əliyev haqqında yazılmış kitabdır. 1992-də, 93-də var da orada. Moskvada çəp olunubdu, Mir nəşriyyatı. Bu kitabın 196-cı vərəqin axırında, bir də 197-ci vərəqin əvvəlində mənim haqqımda bir neçə sətir yazılıb. Ağdamdakı mitingdə, çıxışıma. Oxuyun. Bu kitabı Bakının, Azərbaycanın Bakının mərkəzi kitabxanasında var. Mexaniki bilmirdim, bir 10-15 il bundan qabaq internetdə, elektron kitabda tapdım. Mir Əlamov yazıb, Ağdamda, tribunada yanımda olublar demə, mən bilmirdim, çünki o pərxəşlik günləri idi. Cəmaatın o qızğın günləri idi. Oxuyun, görəcəksiniz. Azərbaycanın tarixinə düşmüşəm. Mir Əlamova, Andriyanova təşəkkür eləyirəm. Məni Heydər Əliyevin kitabına saldıqları üçün. Demə, tribunada böhrümdə olublar, mən bilməmişəm. Tribuna doluydu. Murtuzayev, Sadıq Murtuzayev, Allah rəhmət eləsin. Bax, bu kitabı tapın, oxuyun. Burada da mən qeyd eləmişəm, bax. Oxuyun, görəcəksiniz. Adamları sakitləşdirirdik. Mənim ömür kitabıma düşüb rəhmətli Heydər Əliyev. Bax, bu mənə Ağdamda Ayparanın sədr müavini, baş inspektoru işləyəndə SSR Mərkəzi Komitəsi, SSR Qırmızı Xaç, Qırmızı Aypara Komitəsi, bu ulduzları, bax bu ulduzları, bu qırmızı ulduzları mənə veriblər. SSR Mərkəzi Komitəsi. Bu ay ulduzda mənim iş znakım idi, döşümə taxırdım da bir yerə kolxozlara gedəndə. Bu da vəsiqəmdir, bax. Allah Aleksandr Lebedə rəhmət eləsin. Məni xilas eləyəndə
O Kızıl Yıldız'da bir 10 il qabaq mənə veriblər. Burada, Rusiyada veteran olduğuma göre. Allah'a kurban olum. Allah her şeyi görendi, her şeyi bilendi. İnsan hiç kimdi, biz hiç kimiz. Bak. Bu suyu bu Atlantik Okyan'ın Barbiş plajından, Nijerya'nın Lagos şehrinin Barbiş plajından yığmışam. 10 litre baçonka idi. Bir 7-8 yıl bundan qabaq əlimdən baçonka düştü. Talisman kimi bak. Bu butulkadakini güclə yığdım. Yaxşı ki dağılmadı. Talisman kimi saxlayıram. Atlantik Okyanın suyudur. Qumuyla xırda balıq qulaqları da var. Bir de bu balıq qulaqlarını da bir de görün. Burma. Bir de bunları da oradan yığmışam. Allah'a kurban olun. Bak, vecmam ifritemiz gece koymur gelir çinimde yatır. Bu da rızıkımızdı. Bu da kovulmuş pişikti. Rıjuyla yemek istersen rıjık. Rıjka. Vecma. Kıs. Vecma yoğunur. Yaman kancık kızı. Bizde doğulu bu. Neyse kanalıma destek olun. Kanalıma gözləyirəm sizi. Allah sizi korusun. Kim ki girir parmağını like'a basır. Teşekkür ederim. Allah'a emanet olun. Amin. Заходите на мой канал, подпишитесь. Благодарю. Спасибо говорю. Амин. My friend is woman, my friend is man. Pulpus world. Pulpus. Welcome please my canal. Grandmother singer. Sevda. Thank you. Amen.